Dində insanın yüksələ biləcəyi ən yüksək mərtəbə şəhidlikdir. Şəhidlərin Allah yanında qədir-qiyməti çox yüksəkdir. Bunun üçün buyurulur, Peyğəmbərlikdən sonra ən yüksək rütbə şəhidlikdir. Quran-ı Kərimin Ali İmran surəsinin 169-cu ayəsində buyurulur, Allah yolunda öldürülənləri ölü saymayın. Əksinə onlar diridir, Rəbbi yanında ruzu verilmişdir. Və Tövbə surəsində ümumi məna ilə belə buyurulur, mümin üçün savaşda iki gözəl nəticədən biri vardır. Ya qalib gələcək, ya da şəhid olacaqdır. Qalib gəlsən, qəhrəman olacaqsan, şəhid də olsan, yenə də həm qəhrəman, həm də Allah yolunda mükafata layiq görüləcəksən. Şəhidlik yolunu seçmək böyük əxlaq və düşüncə tələb edir. Bugünkü mövzumuz vətən şəhidləri olduğu üçün bu yolu seçən qardaşlarımız barədə gəlin biraz təfəkkür edək. Həqiqətən də bu yol düşüncə və əxlaq tələb edir. Əxlaq tələb edir onun üçün ki, insan əxlaq və qeyrət nəzərindən bu hadisələrə baxanda razı ola bilməz ki, digər müsəlman bacı və qardaşları, qadınlar, qocalar, körpələr evindən, vətənindən zorla çıxarılsın, onlara qarşı əxlaqsızlıq olunsun və əxlaqlı insan da buna sussun. Bu mümkün olan bir şey deyil. Şəhidlərin bu yolu seçməsi elə onların əxlaqlı və qeyrətli insan olmasının göstəricisidir. Vətənimizi sevirik və ona görə sevirik ki, anamız bu vətənin içində yaşayır, babalarımızın məzarı, tariximiz buradadır, kimliyimiz buradadır. O yerdə ki, o diyarda ki, İslam var, namazını rahat qıla bilirsən, orucunu tuta bilirsən. Bu baxımdan o diyarı, o yeri, o torpağı qorumaq şərtdir. Əgər şəhidliyin nə qədər yüksək bir məqama aid olduğunu bilmək istəsək, baxaq Kərbəla şəhidlərinə. Orada şəhid olanlar nə qədər ruh yüksəkliyində idilər. Bir məsələni qeyd edim, Allah dərgahında yeganə dəstə şəhidlər olacaq ki, yenidən dirilmək və şəhid olmaq istəyəcəklər. Çünki onlara o qədər mükafat verirlər ki, mükafatın gördükləri işdən daha çox olduğunu düşünərlər. Çünki olur məsələn, kiməsə gördüyü işin miqdarından daha çox nəsə verilsin. O zaman nə edəcək? Ona ki, o dəyər verilib, o gördüyü işin məsələn, haqqı az idi, amma ona çox haqq verilib. O istəyəcək ki, o artıq haqq verənə təşəkkür eləsin, istəyəcək ki, onun üçün yenə nəsə əlavə işlər görsün. Yəni, şəhidlərin misalı da budur. O qədər deyir, böyük mükafat onlara veriləcək, axirətdə ki, onlar yenidən dünyaya gəlib şəhid olmaq istəyəcəklər. Biz bu məsələləri başa düşə bilmirik, biz bilmirik, dərk eləyə bilmirik, onların mükafatı nə qədər böyükdür. Təsəvvür edin, əgər biri bizdən nəsə istəyirsə, vəzifəmiz onu o istəyənə verməkdir. Yəni, necə ki, dünyada belədir. Məsələn, bizim kimi belə deyək, günahkar qullar, adi insanlardan biri nəsə istəyəndə onu veririk. Şəhidlər bizim xüsusiyyətdə olan insanlar deyildi. Onlar adi insanlar idi. Onlar böyük insanlar idi. Onlar elə şəxsiyyətlər idilər ki, onlar gözləmirdilər kimsə onlardan nəsə istəsin. Onlar başa düşürdülər ki, vətənin onlara ehtiyacı var, vətənin onların qanına ehtiyacı var, vətənin onların qəhrəmanlığına ehtiyacı var. Var səxavət, var kəramət. Səxavət və kəramət sözünün ikisində də bəxşiş etmək, əta etmək mənası var, amma bu ikisinin arasında fərq var. Səxavət, səndən nəsə istəyirlər, onu verirsən, amma kəramətdə isə səndən istəmirlər, sən özün verirsən. Kəramətlilik səxavətlilikdən daha ali dəyərdir. Səbəbi də budur ki, kəramətdə vəzifədən ziyadəlik var. Yəni, kimsə səndən nəyisə istəmir, sən görürsən onun ona ehtiyacı var, onu verirsən. Məsələn, görürsən ki, bir insan susuzdur, ona su verirsən, amma o səndən su istəmirsən, baxırsan ki, görürsən, məsələn, onun dodaqları quruyub, suya ehtiyacı var, ona su verirsən. Quran-ı Kərimin İnfitar surəsinin 6-cı ayəsində buyurulur, Ya eyyuhal insanu ma garraka bi rabbikal kerim.
Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir? Görürsən, kərim olan buyurulur. Yaradanın vəzifəsində səxavətlidir, yox kəramətlidir deyilir. Çünki Allah bizə bütün verdiklərini biz istəmədən verib. Şəhidlikdə də vəzifədən ziyadəlik var. Yəni vəzifəsi olmasa belə görür ki, ehtiyac var, bunu eləyir. Məsələn, şəhid mübarizin vəzifə borcu deyildi getmək. Getməsəydi də kimsə onu qınamayacaqdı. Çünki hələ belə deyək, döyüş əmri yox idi. Amma o buna fikirləşdi ki, ehtiyac var, onun üçün bunu elədi. Onun üçün şəhidlər ali insanlardır. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah vətənimizi, torpağımızı, Azərbaycanımızı qorusun. Allah müsəlmanları daim izzətli eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.